Xoş gördük əziz dinləyicilər. Deməli, Azərbaycan-Rusiya ilə münasibətlər pisləşdikcə bu günləri biz Rusiyanın sosial şəbəkələrindən tutmuş deputatlarına qədər artıq Azərbaycanı təhdidlərlə rastlaşırıq. Və bu təhdidlər davam edir. Biri Bakının işğalından danışır, biri ümumiyyətlə Bakı Dağıstan ərazisidir deyir və s. və ilə axır. Bu Rusiyanın xislətidir. Amma bu Rusiyanın xislətinin bu vəziyyətdə olması, Azərbaycanlara qarşı artıq hücum vəziyyətində, insanlara əziyyət vermək, insanları döymək, insanları öldürmək, bunlar əlbəttə ki bir mesajdır. Əlbəttə ki bunlar elə belə durduğu yerdə baş vermədi. Burada sevindirici məqam ondan ibarətdir ki, bunu bu formada da mənə elə gələ anlamaq lazımdır. Əlbəttə sizin də fikirləri çox maraqlı olacaq. Azərbaycan hökuməti batmaqda olan Rusiya gəmisinin nicatının olmamasını gördü. Mən belə anlayıram. Niyə görə? Çünki Trump hakimiyyətə gəldikdən sonra müəyyən bir ümid yaranmışdı. Müəyyən bir ümid yaranmışdı ki, Putin vəziyyətdən qurtaracaq, Putin xilas olacaq və Amerika olmadıqda da Avropa təmərküzləşməsi məhv olacaq və Avropa heç nə eləyə bilməyəcək. Ukrayna tək buraxılacaq. Amma nə oldu? Əksi oldu. Mən bu barədə məlumatlar verirdim. Ukrayna təmərküzləşdi. Nəinki təmərküzləşdi? Hətta ümumdaxili məhsulun 5%-ni artıq silahlanmaya ayırdı və bu gün siz hiss edirsinizsə Avropa Birliyinin o möhkəm üzvlərindən tutulmuş Sir Starmer olsun, Friedrich Merz olsun, Macron olsun və digərləri Ukrayna məsələsində tam birdirlər, tam möhkəmdirlər və artıq Rusiya ilə hiss edirsinizsə yuxarıdan aşağı danışırlar, cəsarətlə danışırlar. Nədir bu cəsarət? Bu cəsarət o ehtiva edir ki, bu cəsarət ki, yəni biz daha güclüyük. Artıq o zəif dönəm getdi. İndi biz Amerikaya təsir edirik və pis də olunur bu. Artıq Trumpa təsir edirlər. Trump gəlir, lazımi qaydada oturur və söhbət edir Ukrayna hökuməti ilə, prezidenti ilə. Artıq Avropanın iclaslarına da gəlir, amma söz sahibi Avropa Birliyidir. Bu gücü gördülər və əlbəttə ki, Azərbaycan hökuməti də bunu gördü. Üstəgəl Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyə də Avropa Birliyi ilə münasibətlərdə maraqlıdır. Azərbaycan da maraqlıdır. Azərbaycanda da Kaya Kallas gəldi və onlar da Azərbaycanla ticarət məsələsində, yaxın şərq koridor məsələsində, Ermənistan məsələsində həmrəngdilər və onlar da dəstəkləyirlər. Düzdür, Azərbaycan hökuməti bircə çəkindiyi məsələsi, Avropadan çəkindiyi məsələ hansı məsələdir? Demokratiya məsələsidir. Bircə Azərbaycan hökuməti bunda çəkinir. Əgər bu məsələ olmasa Azərbaycan dövləti birbaşa Avropanın yanında olardı. Amma yavaş-yavaş olar. İnşallah o da olacaq. Əsas odur ki, Rusiyanın batmaqda olan gəmisini görürlər və Azərbaycan istəmir ki, özünü o gəmidə görsün. Çünki Avropa Birliyi də əvvəlki Avropa Birliyi deyil. Siyasi fikirləri olan, iqtisadi embargoları olan, sözü olan, məsləhəti olan bir dövlət deyil. Artıq Avropa Birliyi, sizə deyirdim, Avropa Birliyi artıq həm də silahlı gücə çevrildi. Əvvəl onun parlamenti vardısa, əvvəl onun iqtisadi embargoları varsa, bugün artıq həm də o bir hərbi gücdür. Böyük potensialı var. Və o böyük potensialın çox cüzi hissəsi bu günlərə Ukraynaya verilir və Ukrayna Rusiyanın başına oynayacaq. Texniki baxımdan, texniki imkanlar, əlavə kəşfiyyat imkanları, Ukrayna nə qədər güclü bir dövlətə, nə qədər güclü bir Rusiyanın dərinliklərdə kəşfiyyat əməliyyatı aparmaq qabiliyyətini göstərir. Bu həm də Avropanın cüzi dəstəyi nəticəsindədir. Bu mənada Azərbaycan hökumətinin Avropa yönümlü və əsasən də Türkiyəyə doğru axın etməsinin, Türkiyəyə meyllənməsidir Rusiyanı bu qədər azınlaşdıran və Rusiyanı, Azərbaycanı sıxmaq, onu boğmaq, onu məhv eləmək, ora bizim ərazimizdir deyə ifadələr işlətmək və əllərindən heç nə gəlmir. Çünki artıq Qarabağ problemi də yox, prosesi də yoxdur. Rusiyanın sülh məramlısı da yoxdur. Artıq heç bir rıçaq qalmayıb. Azərbaycanı çox təhdid edirdilər ki, o Ermənistana hücum etsin, Ermənistanın Zəngəzuru götürsün. Mən yadınıza gəlir, deyirdim ki, bu Zəngəzur bizim üçün tələdir, bir hilədir, bizə Zəngəzur lazım deyil. Çünki bizi ora salmaqla bizi bəlaya salır. Və şükürlər olsun ki, Azərbaycan hökuməti bunu etmədi, ağıllı rəftar etdi və buna getmədi. Çünki bu hilə idi. Bu günləri artıq Azərbaycan hökumət də maraqlıdır ki, Ermənistan da Avropa Birliyinə getsin və artıq da Avropa Birliyi ilə Ermənistan arasında sizə məlumat verim ki, viza rejimi götürüldü. Yəni, bu mənada Azərbaycana Avropadan da dəstək gələcək. Bunu görürlər, Rusiyadan qaçdığını görürlər
və əlbəttə ki, Rusiyanın da Azərbaycanı əzməz rıçağı qalmayıb. Yalnız və yalnız bir rıçaq qalıb. Bu günlərdə ondan istifadə edirlər. Nədir o rıçaq? Orada olan miqrant Azərbaycanlıları əzmək, onları vurmaq, onları döymək, başqa yol yoxdur. Çünki Azərbaycan arasında Rusiya ordusu qalmayıb. Ermənistan məsələsi yoxdur ki, Ermənistanı bizim üstümüzə qışqırtsınlar. Artıq heç bir rıçaq qalmayıb, bir rıçaq var. O da Azərbaycanlıları orada vurmaq. Rusiya bu işlə məşğuldur. O da görə möhkəm olmaq, Avropa Birliyinə doğru mətin addımlarla, Türkiyə müttəfiqimizə qarşı mətin addımlarla irəliləmək, Azərbaycan xalqının iqtisadi vəziyyətini yaxşılaşdırmaq, onu sosial bəlalardan qurtarmaq ki, Azərbaycan xalqı vəhdətli olsun, Azərbaycan xalqı güclü olsun və əlbəttə ki, öz regionda olan böyük millət olaraq öz gücümüzü, öz tariximizi yaddan çıxartmayaq. Dərbənd Azərbaycandır, Dərbənd bizim ərazimizdir. Biz hər bir yerə nüfuz etməyin əlbəttə ki, yollarını tapmalıyıq və nəhayət bugünkü geopolitik, siyasi vəziyyətin suallarına normal və doğru yerində cavab verməyə çalışmalıyıq. Avropa Birliyi bizim düşmənimiz deyil, Avropa Birliyi bizim dostumuzdur və nəhayət yavaş-yavaş o dəyərlərə doğru getməliyik. Çünki bizi yalnız və yalnız Avropa təhlükəsizlik çəpərinin içində qalmaq xilas edə bilər. Zaten Avropa, Azərbaycan və Qafqazı öz coğrafiyası hesab edir. Nə gözəl ki, bu doğrudan da belədir. Təşəkkürüm diqqətinizə görə.